gün efirimizdə çox həssas bir məsələni, həm də insanlığımızın əsl sınağını demək olar ki, müzakirə edirik. Çünki yayın ən qaynar günlərində küçə heyvanlarına yardım məsələsi yenidən aktuallaşır və bu vaxt cəmiyyətin onlara qarşı məsuliyyət hissi, mənəvi məsuliyyət hissi yenidən önə çıxır. O isti asfaltın üstündə təsəvvür edin, susuz qalan bir it və yaxud da zibil qutularının yanında yeməyi axtaran bir pişik. Yaxından baxsaq, şəhərimizin əslində hər tinində, bəlkə də hər yerində kömək gözləyən belə bir can var və bəlkə də onların taleyində bir qab su, bir ovuc yemək və bir damla mərhəmət böyük bir fərqlilik yaradır. Yaxşı, bunu kim etməlidir? Bu yalnız heyvansevərlərin mi borcudur, yoxsa hər bir vicdan sahibinin? Elə bütün bunlarla bağlı danışırıq. Və bizim bugün efirimizin ilk qonağı heyvansevər Bulud Quliyevdir. Bulud bəy, xoş gəlmişsiniz. Sabahınız xeyir. Necəsiz? Çox sağ olun, sabahınız xeyir. Çox sağ olun, əla. Belə bir mövzuda burada olmaq yəni mənim üçün çox xoşdur. Təşəkkür edirəm. Əsl mənim mövzum burada. Maraqlıdır bir məqam. Bax, elə biz günün sualını da bu mövzuya əlaqələndirib qoyduq. İnsanın heyvana qarşı, canlıya qarşı münasibəti sizcə necə formalaşır? Öz şəxsi hekayənizdən də bəlkə də bir cavab verə bilərsiniz. Sizcə bu ailədən, doğulduğu mühitdən, dünya ilə ilk tanışlığından bu artıq öz toxumlarını əkir, sonra yoxsa insan artıq bəlli bir yaşa çatdıqda özünün özü ilə analizlərimi deyək, öz üzərində işləmələrimi deyək, onu heyvanlara qarşı çox məhəbbətli bir insana çevirir? Məncə insan özündə olmalıdır sevgi. Amma o siz dediyiniz sonradan formalaşan məncə o bir növ empati duyğusudur. Yəni özünü müəyyən məqamlarda onun yerində qoyanda, o necə ki deyirsiniz, susuzluq filan. Yəni onun yerində qoyanda ki, bunun dili ağzı yoxdur, mən buna yardım eləyəm, onda daha çox məncə yəni empati duyğusu inkişaf eləyəndə daha çox şey eləyir. Hörmət bəsləyirlər, amma sevgi məncə yəni uşaqlıqdan insanın özündə olmalıdır. Məndə məsələn elə idi. Mən uşaqlıqdan, yəni demək olar ki, bütün heyvanlarda müəyyən müddətdə olsa saxlamışam. Yəni ördəyidir, tısbağasıdır, nə bilim balığıdır. Birinci saxladığınız heyvan hansı olub? Ən birinci, səhv eləmirəmsə ördək olur. Bizdə biraz nənəm qoymurdu it saxlamağa. O əslində köhnə düşüncələr kimi Neçə yaşınız var idi? Olardı 5 yaşım falan. Mənim 5 yaşımda dovşanı var idi, adı Bella idi. Bəs səndə? Mən kənddə böyümüşəm. Toyuq, cücə, nə bilim, nə heyvan, it, pişik. Hansını birinci deyim? Ən xoşbəxt uşaqlıq elə belə rayonda böyüyən uşaqlarda olur, belə görürəm ki. Yəni, ördək saxlayırdım, dovşan saxlayırdım. Hətta bizdə balaca həyət idi. Qonşuları belə onlara şey elirdim. Mən heyvan gətirməyən deyirdim, ay Bulud, səndən necə bu dəfə heç bir heyvan yoxdur. Onlar belə alışmışdılar. Sonra belə pişik, nə bilim, yenə deyirəm, it, quş. Biraz quşlarla bağlı belə bir şey var idi ki, yenə o köhnə düşüncədən gəlir. Deyirlər, düşər düşməz məsələsi. İndinin özündə belə hərdən saxlamaq istəyirəm. Hər şeydə bağlayırıq. Qara pişik görəndə deyirlər, qara pişik. Əslində, nə ədiyyatı var? Hamısını Allah yaradıb. Hamısı möhtəşəmdir. Qara pişiklərin taleyini də Allah haqqı. Özləri də gözəl görsənlər, qara pişiklər belə qrasiyalı, xarizmatik, silueti. Onu bəyənmirlər. Yəni, o düşüncə qalır adamın şüur altısında. İndi belə, məsələn, saxlamaq istəyəndə hərdən fikirləşəm, ay yox, düşər düşməzi olur da. Nə qədər olmasa, adam baxırsan ki, boşdur, amma yenə də müəyyən məqamda şey deyir. Bu da biraz uzaqlaşdırır heyvanlardan belə düşüncələr. Bulud, ümumiyyətlə, buyurun. Yox, yəni sevgi içində olar adamın demək istəyirəm, amma empati sonradan yaranır. Bulud, bizim belə baxanda İslam dinimizdə də heyvanlara olan mərhəmətə çox önəmli yer verilir. Peyğəmbərimiz, Məhəmməd Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o belə hədislərində bununla rastlaşılır ki, nə qədər yüksək dəyərləndirir o insanlar ki, kim heyvanlara mərhəmət göstərir ya da ki, hansısa həyatı boyu günahlar işləmiş insanların bir heyvana bir qab ayaqqabısında su verməyinə görə Allah onun günahlarını bağışlayır. Özüm danışıram, çox duyğulanıram buna görə. Nə düşünürsünüz? Bax, siz də bir heyvansevər olaraq, eyni zamanda da bilirik sizin bununla bağlı verilişiniz də var. Buna da qısaca toxunacağıq. İnsanlarda cəmiyyət olaraq heyvanlara sevgini necə aşılamalıyıq? Onlardan necə ürəyində o, belə deyək, siminə toxunmalıyıq ki, onlar da küçədə hansısa heyvanı görəndə yanından ona bir mərhəmət göstərmədən keçə bilməsinlər. Bir qap su qoymadan, sevgi vermədən keçə bilməsinlər. Bir də bir qısa haşiyə deyim ki, son illərə nisbətən mən küçədə tez-tez rastlaşıram ki, baxırsan ki, yəni ki, yekə insanlar da amma heyvanlara sevgi verirlər. Pişik sığalı, əvvəl utanardılar belə şey eləməyə. Amma əhsən, nə gözəl ki, onlar o sevgisini əsirgəmirlər heyvanlardan. Sizcə bunu necə aşılamalıyıq cəmiyyətimizə? Aşılamaq, mənə elə gəlir ki, yəni o çəkinən adamlar ya da qorxan adamlar
sadəcə bir 5 dəqiqəlik belə həmin o heyvanların istiliyini, onların ötürdüyü o sevgini hiss eləsələr, onlar yəni hisslərini, sevgilərini sözsüz ifadə edirlər də. Yəni onu hiss eləsələr, ondan sonra avtomatik onlarda növbəti dəfə belə alışqanlıq yaranacaq. Növbəti dəfə biraz da sığallayım. Yəni nə bilim aparım yemək verim. Sonra davamlı olaraq bir də baxacaqlar ki, adi belə deyim də evdə valideyn istəmir ya pişik ya it. Gətirirsən bir neçə gündən sonra artıq sən yalan olursan. Valideyn Onu qeyd eləmişdim özümü, çünki bu söhbət ərzində sabah dünən deyirdim ki, sabah müzakirədə deyəcəm. Tanıdığım dostlarımın valideynləri var. Heç vaxt ya bu evdəsən, it saxlaması, ya da it seçimini ver. A few moments later. Sən yox, ya mən ya da it də. Üstündən yəni bir ay sonra baxırsan ki, evlad yaddan çıxıb, valideyn bütün həyatını o ana ki... Qucağında gəzdirir, qaşıqla yemək qoyur ağzına, anasının gür balası deyir. Səncə o ilk təmas, ilk ünsiyyət, o olmalıdır, o tilsim qırılmalıdır, o tramplin aşılmalıdır ki, elə bil ki, maniyə ki, onlar da belə deyək də, o ləzzəti, o gözəlliyi duya bilsinlər. Düzdür, razıyam. Yəni sevgini hiss eləmək, onun istiliklərini mən özümdə belə deyim, balıqlarda sevirəm. Amma onlara toxuna bilmirəm deyə çox belə bu birisi heyvanlar kimi şey gəlmir. Adam istəyir o kontakt yaransın orada. O istiliyi mütləq hiss olunmalıdır məncə. Bir də məsəl üçün bəzən videolar görürsən, o da adamın, insanın ürəyini üzür. Yazırlar ki, xəbər olaraq paylaşırlar. Nə bilim, Xırdalanda it ana ilə uşağı qapdı, nə bilim, belə bir hadisə baş verdi. Halbuki heyvansevərlərin paylaşdıqları videolara baxanda görürsən ki, onlar böyük torbalarda yeməklə gəlirlər, küçə itləri o qədər insanlardan qorxur ki, onlar heç yaxına da durmurlar. İtlər, küçələrdə olan itlər hamısı arıq, insanlardan qorxan, o dəqiqə bilinir ki, mərhəmətdən tamamilə uzaqdırlar. Amma Dəniz, bir dəqiqə, bu məsələ cəmiyyətdə çox ikili bir münasibəti üz-üzə qoyub. Ona görə də, məsələn, hər tərəfin həssaslığını nəzərə alaraq məncə biz danışmalıyıq və çox maraqlı olacaq mənə sizin də fikriniz bulud. Müxtəlif fikirlər əsaslandırılır da bununla bağlı. Siz necə düşünürsünüz? Həmin heyvanlar ki var ki, bu faktlar var. İnsanı, quduz itlər var, məsələn, doğrudan da bəzən insanlar var, deyir, mən həqiqətən heç nə etməmişdim, yolla gedirdim. Bunlar o həddə gəlib necə çatır? Və yaxud da bütün bu hadisələr niyə baş verir ki, it bir insanın üzərində hücum çəkir və onu parçalayır? Quduzluq tamam başqadır, yəni o artıq bir növ xəstəlikdir də, onu baytarlar daha dəqiq deyə bilər. Amma o aqressiya belə bir şey deyim. Gəlin, məsələn, psixoloji tərəfindən, aqressiv itlərdən danışaq. Onu demək istəyirəm ki, adi insan özündən götürsün. Məsələn, işdə o qədər əsəbləşir, evə gələndə kimsə bir xoş söz belə deyəndə başlayırsan bütün əsəbi ona tökürsən. O küçədə qalan itlər də, o birisi insanların aqressiyasından o qədər qarşılaşırlar ki, sonra kimsə toxunmasa belə də, yəni yanından keçsə ya da üzünə baxsa, o ona qarşı bir özünü müdafiə kimi. Bizim xörəyə tökdüklərimizdir də qarşımıza çıxır. Yəni o, belə deyək də, mən belə nəsə eləməmişəmsə, amma mən o heyvanı mənim valideynim əsəbləşdiribdirsə, mən oradan keçəndə artıq onun aqressiyasını mənim üstümə tökəcək. Mən də əslində bu düşüncədə olmuşam. Sadəcə bir faciə varsa və bunun üzərinə oturub başqa bir fikir bəzən sərgiləmək çətin olur. Amma mən də bu fikirdə olmuşam ki, demək ki, o it o həddə çatdırılıb ki, sabah bugün məni də olmasa, mənim, nə bilim, qardaşımı, atamı da olmasa, nə bilim, məhəlləmdə yaşayan birini və yaxud da, nə bilim, digər bir insanı gəlib, o da hirsini ondan çıxardır. Bir də ki, Azər, belə bir anlar da olur ki, analar uşaqlıqdan uşaqlarda iti, məsəl üçün, qorxu obyekti kimi göstərir. Yatması üçün, yeməsi üçün. Halbuki it gəlsin, elə itin ürəyi ya da ki, belə sadiqliyi tamam başqadır. Bəs, Bulud, bir də ki, ümumiyyətlə fikrinizcə, uşaqlara bildiyimə görə çox müsbət təsiri var heyvanların, hansısa xəstəliklər hətta psixoloji baxımdan qarşısında alır. Necə uşaq yaşlarından bu sevgi təlqin olunmalıdır ki, artıq belə deyək, bu böyüyən nəsildə heyvanlara güclü mərhəmət hissi olsun, bəli. Mən belə deyim, o bayaq kanalımı vurğuladınız, orada daha çox məsələn peşə sahiblərinin, mütəxəssislərin fikirlərini alıram. Orada da psixoloqlar həmişə vurğulayırlar ki, uşaqlıqdan heyvanlarla böyüyən uşaqlar həm əqli cəhətdən, həm fiziki cəhətdən tamam fərqli inkişaf eləyirlər. Bayaq dediyim kimi də onların sevgisini hiss eləyərək böyürlər.
Bir də ki, belə bir şeydir. Məsələn, uşaqlar hansısa bir oyuncağı sındıranda, Bəli. o əşyadır, onun yəni inciməyini və yaxud da hər hansı bir şeyini hiss eləmir. Hə, atdı, təzəsini alacaqlar. Amma heyvanına qarşı sərt davrananda, ikinci gün heyvanla gedib oynamaq istəyəndə heyvan artıq geri çəkiləcəkdir. O başa düşəcəkdir ki, yəni mən artıq bunu incitmişəm, növbəti dəfə bunu eləməyəcəkdir. Daha çox, yəni onunla təmasda olmaq üçün ona daha çox sevgi verəcək. Həm də ki, məsuliyyət hissi olur məncə heyvanla böyüyən uşaqlarda. Əgər biraz böyük səslənəcək, amma buradan valideynlərə də deyim də ki, uşaqları heyvan istəyirlərsə, onların qabağına müəyyən şərtlər qoysunlar ki, yəni bunların yeməyini vaxtında verəcəksənsə və yaxud da ki, itlərdir də, gəzdirməyə vaxtında gəzdirəcəklərsə, yəni ondan sonra alsınlar. Oyuncaq kimi məsuliyyətli dərk eləyərək alsınlar. İndi daha çox belə o küçədə, belə deyim də, cins itlər də var. Onlar məsələn küçədə yaşaya bilmirlər. Hamısı belə şeylərin nəticəsidir ki, alırlar bir aylıq ya da kiməsə hədiyyə verirlər. Sonra onlar da baxa bilmir ya da uşaq bezir. Başlayırlar onu haralarsa azdırırlar. O da nəticədə küçə itləri. Çox üzr istəyirəm, bəzən it alır kimsə, deyir saxlaya bilmirəm. İt də o müddətdə ona bağlanır axı. Sonra keçir digərinin əlinə. O insan deyir, mən də pis baxır, baxa bilmir. Axı bu da ona artıq gəlir bir meyin salır. İsinişir və onun da bir travma alır nəticədə. Bulud, vaxtımız təəssüf ki, azdır. Mən istəyirəm və sizdən də fikriniz maraqlıdır. Necə insanları təşviq eləyək ki, ən azından deyim, minimumdan başlayaq ki, hər kəs evinin qarşısına bir su qoysun. Necə eləyək bunu? Necə insanları təşviq eləyək buna? Necə deyəndə ki, məncə elə bu dəqiqənin özündə belə bizə baxandan sonra heç yeməyi belə özləri tapa bilərlər də deyək. Amma su biraz çətin olur. Hətta təmiz su tapmaq daha çətin olur. Hansısa bir balaca bir qabıda öz qapılarının ağzına ya da yaşayış yerlərinə, hətta belə bir şey deyim, məsələn, böyük mağaza şəbəkələri var. Onlar öz mağazalarının qabağına belə qoysalar su, yəni o məncə artıq belə şeyədir, əvvəllər var idi, indi bilmirəm var ya yoxdur, challenge-a çevriləcək də. O ondan görəcək, bu bundan görəcək. Nə gözəl ideya. Bəlkə biz özümüz bunu bir challenge-a çevirək. Necə challenge-a çevirək? Adətən dünyada çox məşhur challenge-lər olur ki, bir-birinin başından vedrə ilə su dökmək, amma heç bir faydası olmur. Amma bu birbaşa böyük savaba səbəb olan və çox faydalı bir challenge olar. Nə təklif edirsiniz? Məncə əla olar. Eləmək olar. Hətta hərəmiz bir dostumuzu işarələyək. Onlar da məcbur şəkildə qalsın. Onda gəlin, biz belə eləyək də, televiziya vasitəsilə bir hashtag fikirləşək. Nə düşünürsünüz? Necə hashtag eləyə bilərik ki, hər kəsi özümüz gedək video olaraq heyvana su verməyimizi çəkək və deyək ki, məsəl üçün, Azər, Bulud, mən sizi bu hashtagla həmin aktivliyə qoşuruq. Mən istəyirəm ki, indi düşünək və ağlınızda bir ideya varsa, buradan insanlara səslənək ki, onlar da bugündən etibarən başlasınlar. Olar. Bəlkə belə şeydir, o deyirlər, bir ovuc suya möhtac zat məsələsi olur. Bunu da çevirə bilərik. Məsələn, o heyvanların da deyək ki, bizim təqdim elədiyimiz adi adam özü belə haradasa gedir, tələsik susu yanında krantdan bir ovuc su içirsən, o nə qədər adamı enerjiləndirir. Çox yaxşı fikirləşdik. Yenə də onu təkmilləşdirə bilərik, yoxsa yox, bunu müzakirə eləyərik. Təşəkkür edirik. Çox, belə deyil, mərhəmət dolu gözəl söhbətimiz alındı. Uğurlar arzulayırıq sizə. Bilirik, sizin də bir itiniz var, adı Pandadır. Mənim deyil, əslində bizim işin həyətindədir. Allah saxlasın, nə deyək. Çox sağ olun. Uğurlar sizə. Təşəkkürlər, Bulud. Əziz dostlar, nəzərinizə çatdıraq ki, bugün bizim efirimizin qonağı heyvansevər Bulud Quliyev idi və çox xoş oldu bu mövzunu belə işıqlı bir gənclə müzakirə eləmək.